Ağcabədidə 1-ci Qarabağ müharibəsi şəhidi Azərbaycanın milli qəhrəmanı Sadiq Hüseynovun anım günü qeyd edilib. Anım tədbiri qəhrəmanın adını daşıyan Xocavənd kənd 1 nömrəli tam orta məktəbin inzibati binasında keçirilib. Tədbir iştirakçıları öncə milli qəhrəmanın məktəbin həyətində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq şəhidin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ağcabədi rayon polis şöbəsinin rəisi Knyaz Həsənov, rayon icra hakimiyyəti başçısı aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov, eləcə də Ağcabədi rayonu üzrə təhsil sektorunun nümayəndəsi Əliş Rüstəmli, milli qəhrəman Sadiq Hüseynovun döyüş yolundan göstərdiyi igidlik nümunələrlə bəhs edərək, onun həyatının gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Tədbir çərçivəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Eyni zamanda tədbirin təşkilində fəallıq göstərən həmin məktəbin bir qrup şagird və əməkdaşları fəxri fərmanla təltif olunublar. Sonda milli qəhrəmanın həyat yoldaşı Nəzakət Bəşirova çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Ağcabədi rayon icra hakimiyyətinə, rayon polis şöbəsinə və Ağcabədi rayonu üzrə təhsil sektoruna minnətdarlığını bildirib. Qeyd edək ki, Sadiq Hüseynov 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və həmin ilin oktyabr ayında ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.